Əziz dostlar, hər vaxtınız xeyir olsun. Hal-hazırda Tovuz rayon Eyüplü kəndindən olan Vahid Elşad oğlunun anım günüdür. 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan biz də Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq hər zamanki kimi şəhidlərimizi ziyarətsiz qoymuruq və bu günlərdə Vahid qardaşımızın ziyarətindəyik. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah cəm şəhid valideynlərinə səbir versin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Buyurun Dəmir müəllim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün suvereni təmin edilməsi uğrunda gedən ədalətli müharibədə ermənilərin 200 il tarix əhatə edən işğal, təcavüz, soyqırımı, deportasiya siyasətlərinə qarşı həyata keçirilən müharibədə ən yüksək zirvəni fəth etmiş, yəni 1988-2024-cü illər ərzində 1-ci və 2-ci Qarabağ müharibəsi illərində Azərbaycanımızın bütövlüyü uğrunda canlarını qurban vermiş, ən yüksək zirvəni fəth etmiş hər bir şəhidimizə Allah rəhmət eləsin. Onların yaxınlarına, atasına, anasına səbir, dözüm versin. Allah can sağlığı versin. Ruhları şad olsun. Həqiqətən hər bir şəhidimizin müasir tariximizdə çox böyük rolu və yeri vardır. Ən əsası 1988 illərdən başlayaraq ermənilərin Azərbaycana qarşı böyük Ermənistan yaratmaq məqsədi həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı 1-ci Qarabağ müharibəsi illərində ən yüksək zirvəni fəth etmiş şəhidlərimizin planlarını, məqsədlərini 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etmiş qəhrəman oğullarımız daha da yüksək səviyyədə icra elədilər, yerinə yetirdilər. Çünki 1-ci Qarabağ müharibəsi illərində şəhidlik zirvəsini fəth etmiş hər bir oğlumuz Azərbaycanımızı bugün üçün canlı qurban vermiş. Baxmayaraq ki, 1990-93-cü illər arasında Azərbaycanda hakimiyyətsizlik formalaşdırılmışdır və hakimiyyətdə olan qüvvələrin, antimilli qüvvələrin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Müsavat II hakimiyyətliyinin mövcudluğu şəraitində onların ermənipərəst siyasətlərinin icra edildiyi bir vaxtda qəhrəman igid oğullarımız Azərbaycan torpaqlarının bütövlüyü uğrunda, ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını qurban vermişlər. Və bu cür əməliyyatların siyasətinin davamı olaraq 2003-cü ildən etibarən müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin ən layiq davamçısı Prezident Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətlərə dəstək ifadə edərək və onun hakimiyyətdə olduğu dövrdə qurumlaşmış, inkişaf etmiş, vətənpərvər orada böyümüş gənclərimizdən biri olaraq Vahid Elşad oğlu Qurbanovun və onun kimi millərlə qəhrəman oğullarımızın müasir tariximizdə çox xüsusi, əvəzsiz yerləri var. Yəni Azərbaycanın 21-ci əsr tarixini, zəfər tarixini yazmışlar və Azərbaycan xalqının, dünyada yaşayan Azərbaycanlıların, Türk dünyasının qürurunu bir daha ən yüksək səviyyədə bərpa etmişlər. Ermənilərin isə böyük Ermənistan yaratmaq ideyasını tamamilə darmadağın etmişlər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah xalqımızı qorusun. Allah Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı 21-ci əsr tariximizdə dünyada heç vaxt mövcud olmamış yeni bir Azərbaycan yaratmış. Şəhidlərimizin canı bahasına, qazilərimizin qanı bahasına, ordumuzun gücü ilə, Azərbaycan xalqının dəstəyi ilə dünya miqyasında 5-dən böyük olan yeni bir Azərbaycan yaratmış, xalqımızın 21-ci əsr tarixinə qurtuluş dahisi xilaskar olaraq daxil olmuş xalqımızın milli qəhrəmanı Cənab İlham Əliyev qursun. Amin. Allah bütün şəhidlərimizə onların nurla doldursun. Tovuz Turan Birliği'ne de ben öz minnettarı bildirim ki, ben şəhid atası olarak
Onlar həmişə bizim yanımızdadılar. Allah həmişə onların işlərini ona razı olsun. Canları sağ olsun, ömürləri uzun olsun. Allah razı olsun. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlərimizin əziyyəti, sizlərin haqqı hər zaman ümumi Azərbaycan xalqının boynunda bir yükdür ki, sizin o qədər böyük haqqınız var. Çünki evlad itirmək, vətən üçün evlad vermək hər ataya, hər ananın da işi deyil. Allah canını sağ olsun. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin inşallah. Bugün Vahid Elşadoğlu'nun 5-ci il dönümüdür. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Məkanları cənnət olsun. Azərbaycan xalqını qalib xalq kimi dünyaya tanıdan, Azərbaycanın fəxri, bütün müsəlman dünyasının fəxri şəhidlərimiz, 1-ci və 2-ci Qarabağ şəhidləri. Demək olar ki, torpaqlarımızın azadlığı uğrunda hamısı öz canını fəda elədi. Hamısı öz əziz canından keçdi, qanından keçdi. Ata-anasından keçdi, valideynindən keçdi. Torpaqları hər şeydən üstün tutdu və o torpaqların azadlığı uğrunda döyüşərək torpaqlarımızı azad etdilər. Burada sözü demək biraz mən üçün çox çətindir. Çünki bugünkü günlər məndən ötərən ağır günlərdir. Danışmaq, demək çox çətindir. Mən burada bugün təkcə Vahidi yox, bütün Azərbaycan şəhidlərini, necə deyim, qürurla, həm də dərin hüzünlə anıram. Ona görə qürurla ki, onlar bu xalqın başını uca elədi. Azərbaycan xalqının varlığını, onların qorxmazlığını, yenilməzliyini dünya xalqlarına sübut elədi. Hüzünlə anıram ona görə ki, bir ana, bir oğuldan ayrı nə qədər yaşaya bilər. Onu dillə danışmaq demək çox çətindir. Həm də bu günlər bizim üçün çox ağırdır. Qələbəyə yaxınlaşan günlərdir, amma evlatlarımızın da nə bilim, son günləridir, son yaşayış günləridir. Ona görə məndən ötəri çox çətindir danışmaq. Burada biz Tovuz Turan Şəhid Ailələri Birliyi kimi şəhidimizi ziyarətə gəlmişik. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Turan Birliyi var olsun. Turan Birliyi deyəndə bəlkə də Turan Birliyi sözünün mənasını çox adam dərk etmir. Amma mən şəhid anası olaraq Turan Birliyi kəlməsinin arxasında həqiqətən də Turanı görürəm. Turanın yenilməzliyini görürəm. Allah xalqımızı var eləsin. Bir daha Allahdan arzu edirəm ki, birliyimiz pozulmasın. Amin. Ruhları şad olsun. Çox sağ olun ki, İlman müəllim, bugün də siz bizim şəhidləri yad edib gəlib çəkirsiniz. Canınız sağ olsun. Ruhları şad olsun. Söz o qədər ancaq deyəmirəm. Allah ruhunu şad eləsin cəmi şəhidlərimizin. Elçin qardaşımız Eyüplü Kənd Xeyriyyə Fondunun rəhbəri olaraq artıq 12 iyul döyüşlərindən bugünə qədər tanıyırıq və bugünə qədər də hər zaman şəhidlərinin ziyarətində, şəhid ailələrinin yanındadır və onu da bildirim ki, özü 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Allah can sağlığı versin. Buyurun Elçin müəllim, bir-iki kəlmə də siz. Son İlman müəllim, ilk öncə həqiqətən şəhid ailələrinin yanında söz demək, nəsə çıxış eləmək çox ağırdır, çox çətindir. Biz neçə ildir bu ailələrin içindəyik, hər şey görürük, bilirik. 90-cı illərdə düzdür, tamam vəziyyət ayrı cürüdür. O ateşkəsdən sonra insanlarda böyük ümidsizlik yaranmışdı ki, bu torpaqlar qayıdar, qayıtmaz. Və mən heç vaxt unutmaram ki, bizim möhtərəm prezident Cənab Ali Başkomandan çıxışlarının birində gözəl bir söz dedi ki, biz müharibəni yox, biz döyüşü uduzmuşuq. Həqiqətən o bir stimul verdi insanlara, şəxsən